Sizə desəm ki, bir insanı 7 dəfə ildırım vurub və həmin insan sağ qalıb. İnanarsınız? Tanış olun, bu Roy Sullivan'dır. O, ABŞ-da park gözətçisi işləyirdi və insan ildırım ötürücüsü ləqəbini almışdı. Onu ilk dəfə 1942-ci ildə ildırım vurdu. Bu, onun ayağının baş barmağını yandırdı. İkinci dəfə 1969-cu ildə maşın sürərkən vurdu. Qaşları yandı. Üçüncü dəfə 1970-ci ildə həyətdə olarkən vurdu. Dördüncü dəfə 1972-ci ildə iş başında vurdu və saçları alışdı. O, saçını söndürmək üçün başına su dolu qab atmağa başladı. Artıq o ildırımdan qaçmağa başlamışdı. Fırtına gələndə maşınında gizlənirdi. Amma 1973-cü ildə, yəni 5-ci dəfə ildırım yenə onu maşında tapdı. 1976-cı ildə, yəni 6-cı dəfə yenə düşərgədə vurdu. Və nəhayət 7-ci dəfə 1977-ci ildə balıq tutarkən. Roy Sullivan 7 fərqli ildırım vurmasından sağ çıxan yeganə insandır və bu Guinness-in dünya rekordudur. O, bədbəxt idi, yoxsa dünyanın ən bəxtəvər adamı ki, 7 dəfə ildırımdan sağ çıxdı? Bu, hələ də mübahisə mövzusudur. Dostlar, əgər videonu bəyəndinizsə, kanalımıza abunə olmağı, videonu like etməyi və öz dəyərli fikirlərinizi aşağıdakı şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Növbəti videoda görüşənədək.